Məhsul bol, qiymət ucuz. Bəli, biz hazırda Xaçmazın gilas bağlarındayıq. Meyvənin qiymətinin ötən illərə nisbətən xeyli aşağı olması sahibkarı, kəndlini qane etmir. Təbii ki, bu il qiymət ucuzdur. Bakı alverçilər bu gilası 80 qəpik istəyir. Məhsul bu il necədir? Yaxşıdır. Şükür Allaha, lap yaxşıdır. Qiyməti yoxdur da. Hər zaman olduğu kimi gilasın qiyməti növünə görə dəyişir, amma ümumilikdə bu meyvənin qiymətində ötən illərə nisbətən 30-40% azalmanın olduğu bildirilir. Keçən illə müqayisədə tutaq ki, keçən il bizim Romanovka deyilən gilas növümüz var. O 6 manat 50 qəpikdən 6 manatdan hətta 7 manata kimi satışı var idisə, indi hal-hazırda o gilas 4 manat 50 qəpik. Keçən il gövdə sortu 4 manata kimi qiyməti var idisə 3 manat 50 qəpiyə kimi, bu il 2 manat 80 qəpik, yəni yaxşı halda. Xüsusilə əsas bizdə Napoleondur. Napoleon da qiyməti bu il 4 manatdır. Nə qədər ucuzdur? Keçənə baxan manat yarım. Keçən il neçəyə satırdınız? Keçən il 5.50-yə 5-ə. Bu il? Bu il 4-ə. 80 qəpiyə alır. Neçə satır? Bizə deyir ki, 20 qəpik qoyuruq üstünə. 20 manata Bakıda yoxdur axı gilas. Yoxdur da, mən də onu söyləyim. And içindəki yox, biz 20 qəpik qoyuruq üstünə. Biz inanmırıq buna, bu biz bilirik ki, aldatır bu bizə. Neçəsi gəlir eyni sözdür. Bunlar bilməm sözləşib çıxır, yoxsa nədir? Paytaxt bazarlarından birindəyik. Burada ən bahalı gilas əlimdə olan gilasdır ki, bunun qiyməti 17 manatdır. Bir məqamı qeyd edim ki, Azərbaycanda gilasın ən çox yetişdirildiyi bölgə olan Xaçmazda ən bahalı gilas hazırda 5-6 manatdır. Bu gilaslardan ən bahalısı, deyir bax bu, Romanovka. Neçəyədir o? 12 manata. Neçəyə almısınız? Almışam 7.50-yə. 7.50-yə siz rayonda almısınız, yoxsa necə? Yox, burada Bakıda. Rayonda daha ucuzdur da. 6 manat, 5 manat. Siz burada Bakıdan Bakıya 5 manata siz qoymusunuz. Lab 6 manat deyək. Belə 10 manat da qoya bilərik də. Yer pulu var, yer xərci var, yol haqqı var. Müəyyən rasxodlar var da, yəni çıxartmalısan da. Gilası sahədən 80 qəpikdən alırsa, həmin o alverçi rayon mərkəzindəki, yəni Bakıya aparacaq digər bir alverçilərə təqdim edir. Və onlar da öz qiymətlərini qoyurlar və gətirirlər onları meyvəliyə. Və meyvənin özündə olan alverçilər və vasitəçilər var ki, onlar da onlardan alırlar və öz qiymətlərini qoyurlar ki, bazardan gələnlərə alverçilər satsınlar. Bu dəfə necə deyə, onlar da həmin o məhsul alır, öz yəni gəlirlərini qoyur və son istehlakçıya çatdırırlar. 4 vasitədən keçməklə gəlir məhsul bahalaşır. Kəndlinin birbaşa bazara çıxmasının qarşısını alan səbəb nədir? Vallahi vaxt yoxdur. Çıxıb gedib o malını satmağa. Biz özümüz getmək üçün bir neçə mərhələ keçək gərək. Çünki biz bazar adamı deyilik. Bazara da hər adam giriş eləyə bilmir. Əsasən kəndlinin malı gedir 3-4 əldən sonra Bakının mərkəzinə çıxır və orada da 4-5 dəfə baha qiymətə satılır. Vaxt yoxdur, ona görə kənd yerində maldır, otdur, sahədir. Ona görə vaxt yoxdur. Alverçilər çoxdur da, gedən kimi alverçi alır da. Harda? Kiçik maşınlar. Bazarlarda. Çətin, orada yer almaz, problemdir. Biz aparmaq istəsəmiz də kiçik maşınları onsuz da buraxmırlar. Hər insan böyük bir qazel, Ford götürüb gedə bilməz ki, mümkün deyil bu. Kim buraxmır? Postlardan buraxmırlar, lap apardın, sən bazara kiçik maşınla girə bilmirsən, böyük maşınlar da hamısı. Ara məhəllələrə satmağa icazə yoxdur Bakıda. Yarmarkalar da ki, onlar da demək olar ki, oralara girmək də mümkün deyil. Bu ayrı-ayrı həyətkarı sahələrdə olan məhsulların ümumiyyətlə təkcə özlərinin Bakıya aparması özləri üçün də bir xərcdir. Məsələn, iri intensiv bağlar olanlar kütləvi şəkildə özləri yığırlar, soyuduculara tədarük edirlər və əsas ixrac edirlər onlar. Kütləvi, böyük bağlar. Bunu xırda bağlar, həyətçanın sahəsində olanlar, onlar üçün tutaq ki, bir 500 kilo malı və filan Bakıya aparmağı, orada nəqliyyat xərcləri var, orada qalıb gecələyə bilərlər. Müəyyən xərcləri çıxır və onlara iqtisadiyyatını sərf eləmir. Belə qiymət azalması nə ilə əlaqədar? Yəni siz bu işdə olan adamsınız. Rublə görə. Rubl düşdüyünə görə. Sizdə yalnız ixracdır Rusiyaya. Rusiyaya gedir. Nə qədər satırsınız? Yəni belə ixrac çoxdur yoxsa? Da günə 20-25 korzinka alacaq. 7 kilo alır. Ehtimal var ki, meyvə çoxdur, ola bilsin ona görə də. Ola bilsin ki, Rusiyaya başqa ölkələrdən də gəlir. Yəni bizim meyvəmiz o qədər də tələbat olmadığına görə qiymətdə də aşağı ola bilər. 4400, hardasa 42 hektara yaxın bizim gilas bağımız var. Onlardan 3692'si bar verən bağlardır. Yəni keçənkindən 600-dən yuxarı
hektardan yuxarı elə bil ki, yeni bar verən bağlar var. Məhsul da boldur, kifayət qədərdir. Deyirsiniz ki, qiymət ucuzdur. Amma çəkilər xərc yəqin ki, dəyişmir, bəlkə də artıb. Çəkilən xərc daha da bahalaşıb. Bu dəqiqə silitr heç alan kimi deyil, mümkün deyil. Silitr kübrəsi baha, dərmanlar ondan da baha. Hər il qalxır. Dərmanlar da ki, hər il qalxır. Ona görə xərclərimiz daha çoxalır. Bu il suyu gec buraxdılar. Sulanmadı, ağaclar zəiflədi. Bir deyələ, bu boyda, bu gilas bu boyda olmalı deyil. Bu iki bu boyda olmalıdır. Xərc yox, xərc qalıb elə. Ziyanət əlbəttə ki, 1 manat 50 qəpik kilosunda. Bu da xeyriniz olacaq. Axır belə də indi baxadı. Su da olmadı. Bu il birinci suları buraxmadılar. Yəni, bu da meyvənin xırda gətirməsinə fərq elədi. Su verin biri əsas birinci sudur. Ona görə də birinci su olmadığı üçün meyvədə ucu xırda olur. Bura isə Xaçmazda tədarük mərkəzlərindən biridir. Kəndli öz məhsulunu gətirir bura. Həmin məhsul ondan qəbul edilir və sonra məhsul xarici bazara, əsasən də Rusiya bazarına göndərilir. Neçə alırlar burada? 4'ü alır, 3 yarım alır, 3'ü alır. Bu yıl biraz ucuzdur. Geçen 5'ten başlanmıştı, 5 yarımdan bu yıl aşağı olur biraz. Bu məhsulu belə deyə də bu hala gətirmək, bu vəziyyətə gətirmək hər halda asan bir şey deyil. Çətin, çok çətin. Bir gün yağış, bir gün gün, bir gün yağış, bir gün gün çürüdür. Yığmaq olmur, ağacda quruyur qalır. Bu il sizin bağ nə qədər məhsul verir təxminən? Belə bir rəqəm var? Hardasa 1-2 tona yaxın gəlir. Daha bir kəndli öz məhsulunu tədarük mərkəzinə gətirdi. Dediyinə görə burada təxminən 3 ton yarım məhsul var və bu formada tədarük mərkəzinə məhsullar gəlməyə davam edir. Siz 3 ton yarımı neçə gündən sonra gətirmisiniz? Bir gündən sonra. Deməli bir gündən bir 3 ton yarım. Sizdə yəqin sahə böyüdür. Böyük 7 hektar yer var. Belə deyək də ilə mövsümə nə qədər məhsul verəcəksiniz təxminən? Təxminən nə deyim, bir 10 ton, 15 ton olardı yəni ki. Cəmaət meyvəni gətirir bura. Biz burada tədarük edib meyvəni Rusiyanın şəhərlərinə yola salırıq. Burada tədarük eləməyə bizim məhdudiyyətli də imkanlarımız. Soyuducumuz yoxdur, yoyuducu aparatımız yoxdur. Getdik çatdığı mallar zəif formada gedib çatır. Məcbur oluruq ki, gedib hardasa biz onu soyudaq, biz onu çatdıraq ora bir mənzil başına. O da biz üçün biraz çətin əmələ gəlir də. Soyuducular bizdə kifayət qədərdir. 12-dən yuxarı soyuducumuz var, onun hardasa 9-u işlək vəziyyətdədir. Və hal-hazırda mal qəbul edirlər. Bunlar özləri aparıb ora birbaşa mal verməyin dərdindən kimsə ta ki bu işin təşkilatçısı hər ayrı-ayrı həyətyanı sahələrdən yığır, bir maşın doldurandan sonra aparır verir də. Ta kimisə 10 yeşik gilası varsa onu xaladenikə təhvil vermək, soyuducuya təhvil vermək yəni sərfəlidir. Nə onun üçün, nə götürən üçün. Ona görə də kimsə o təşkilatçı adam, onların özlərinə sərf eləyir ki, mənim qapımda 20 yeşik var, gəlib kimsə götürsün, aparsın bunu. Bu aparanda 10 ton aparır, 5 ton aparır xaladenikə. Çünki xaladenikə soyuducunun qapısını açanda ora hər 10 dəqiqədən bir 2 yeşik qoymurlar axı. Onu görə qoyanda bir 5 ton, 3 ton yığasın, sonra bağlayasan. Çünki onun soyuma məsələləri var.